Bugün biz harmoniyadan ardıcıllıq qururuq. Ardıcılığı başlayırıq. Sıx düzülüş kvintana. Do, do, mi, sol. Sol səs kvintada, melodiyada yerləşir. Daha sonra yazırıq, dominanta yazmalıyıq. Sol, si, re, sol. Daha sonra biz bunu sıx düzülüş tersiyə də yazmalıyıq tonikanı. Amma burada hərəkət hamısı aşağı istiqamətdə olduğuna görə burada bası bir oktav aşağı salırıq. Daha sonra dominantayı yenidən birləşdiririk. Sol, sol, si, re. Yenidən qaydırıq tonikaya. Do, mi. Daha sonra yazırıq subdominanta. Fa, la, do, fa. Sol, sol, si, re. Do, sol, do, mi yazdıq tonikanı. Daha sonra subdominantaya birləşdiririk harmonik usulla. Daha sonra dominantanı yazırıq. Sonra burada dominanta sıx düzülüş primadır. Biz bunu sərbəst formada da başlaya bilərik. Bunu birləşdirib də başlaya bilərik. Sol, oy, sol, si, re, sol. Buna uyğun birləşdirsək, yer dəyişmə üsulundan eləyirik və yaxud da elə verilib hazır. Daha sonra tonika, do, neredeydim ben? Aha. Do, sol, do, mi. Birləşdirdik. Sonra biz subdominantaya birləşdirməliyik. Yazırıq. Fa, la, do, fa. Do, sol, do, mi. Bu şəkildə. Sonra gəlirik aşağıdan. Yenidən yazırıq. Fa, la, do, fa, sol. Dominantayı birləşdirməliyik. Sol, si, re. Və tonikaya gəlməliyik. Do, mi, sol, do. Burada subdominantanı yazdıq prima vəziyyətində.
Dominanta yazdıq kvinta vəziyyətində və tonikada kamil düşdü, yəni bu şəkildə prima vəziyyətinə. İstəyirsiniz bunların hamısını yazım. Dominanta, sıx düzülüş, prima, sıx düzülüş, kvinta, sıx düzülüş, tersiya, fa la do fa, sıx düzülüş, prima, sol sol si re, sıx düzülüş, kvinta, dominanta, tonika, sıx düzülüş, tersiya, prima, tersiya, sıx düzülüş, prima, sıx düzülüş, kvinta və tonika, sıx düzülüş, prima.